Bir Lənkəranlı olaraq deyim ki, Ləvəngi mənim həssas nöqtəmdir. Doğrudan da düzgün hazırlanmadığını görəndə çox əsəbləşirəm. Əsl Ləvəngi necə olur, içində tam olaraq nə qatılır, gəlin birlikdə öyrənək. Öncədən qoz ləpələrini yaxşıca yuyub qurulayıram. 500 qram qoz ləpəsinə 1 kiloqram soğan əlavə olunur. Çünki 1 kiloqram soğan sıxıldıqda elə 500 qram qalır. Ləpə ilə bərabər olur. Və mütləq şəkildə ləvəngiyə qırmızı soğan əlavə olunmalıdır. Əgər ağ soğan əlavə etsəniz, o dadı ala bilməyəcəksiniz. Birinci qoz ləpələrini ət maşına keçirdirəm, daha sonra isə soğanı. Soğanı keçirməmişdən öncə soğan sıxanı ət maşının ağzına bağlayıram ki, sıxmaq rahat olsun. Daha sonra tam suyu çıxana kimi sıxıram. Quru olmalıdır. Əgər sulu qalsa acı olacaq. Daha sonra soğanın üzərinə çəkdiyim qoz ləpəsini də əlavə edib, 1 çay qaşığı qara istiot, 1 çay qaşığı duz və 1 yemək qaşığı alça turşusu əlavə edirəm. İçinə tam olaraq bunlar gedir. Başqa heç nə əlavə olunmur. İstəyə görə çox şey əlavə edə bilərlər, amma əsl ləvəngi duz, qara istiot və palçıq turşudan ibarətdir. Bəzən nar turşusu əlavə edilənləri də görmüşəm. O ləvəngini şirin edir. Əsl ləvəngi turş olmalıdır. Bu da bizim əsl Lənkəran ləvəngimiz.